Salam ay naçalnik, gələk. Tez ol, keç, otur görək. Salam. Əleyküm əssalam. Demək belə, dünən səhər yanında vardı bir nəfər. Saat 10 raudələrində, şəhərin həndəvərində, yeraltı metro yerində törədib ağır cinayət. Qoca bir qadına yetirmisən xəsarət. Əlində vardı Küt alət. sözümü kəsmə, nəhayət götürüb pul paradan. O dəmdə çıxdız aradan, siz dar ayaqda. Hələ içmişdi zaraqda, nə deyə bilərsən o haqda? Nə deyim məni, olub da, içəndə dünən klubda 200 ambara attım, piyan oldum, sonra yattım. Yəni zır atqılı çatdım, piyandım onda yəni. Sonra ayıldım və məni içizdirdi qonşu əbil. Sən öl, özüm ölüm, elə bil durduğu yerdən beyin tutuldu fikirdən. Dəli oldum yəni birdən. Əşi saxla, danışma əllə ayaqla. Adın nədir sənin? Həsən. Həsən, nəzi bilsən nəsən? Mənə bir söylə əməlli, ki qoy olsun mənə bəlli. Dünən nə hadisə oldu? Reis oldu, deyin aha, soruş dadaşdan, o danışsın sənə başdan. Hə canım sağ desin, dünən dalanda mən gördüm oturub bizim dadaş natırlayır yavaş yavaş. Dedim dadaş az işdana, çox içmə ziyandır cana. Dedim qoy eyliyim kömək, ki dadaş qoy içməsin tək. Dedim dadaş 50 süzmə, fikrim çatdı sənə. Əşi can hə. Yum ağzını yalkaş Həsən, yenə zır kefli sənə sən. Reis estağfirullah, nə içmişəm ki? Sən Allah. Əşi vallah cəmisi 3 butulka, tri butulçka tolka, güya lap içəndə nə olar? Udeyə tureçki ki nə olar? Ufay Allah, atam Həsən, nə üçün sən saat 10-da, gedəndə metro vagonda, yanında vardı bir arvad. Yaşı 70 ya da 80. Sən isə durduğu yerdən, itirib ağlığı birdən, heç bilmədən adını, vurub xalqın arvadını, qətlə yetirdin qadını, hansı səbəbdən? Səbəbi budur, qəzəbdən. Dadaşla mən saat 10-da, gedəndə metro vagonda. O səhər çox içkiliydim, nə biliydim ki bu ayğır qızı ayğır. Dırhadır, dırhadır, hadır, o ki vardır mələdi, baş qulağımı dəng elədi. Oturub yanımda zalım, görə duxdadı halım, dilə gəldi. Nə bilim dim belə gəldi, ay aman içmə ziyandı, qadağandı. Nə bilim filan filandı bu həyat. Dayanmadan yarım saat eylədi söhbət, məni bezdirdi nəhayət. Başa düşdüm, bezib ondan deməli, törətdün həmin əməli, cənab müqəssir. Araq etmişdi da təsir, əsəbləşib ona durdum, durub butulkanı vurdum təpəsindən, həm üzündən, arvad getdi özündən. Yaxşı aydındı, bax bəri, bəs onun əlamətləri yadında qaldı mı? Həri, dili pəltək, həm gözlərində eynək, başında qırmızı bir şal, dodağın üstə də var xal. Əlində bəzi tədarük var idi, barmağında qızıl üzlük var idi. Hə, özü də çox baha daşqaş, belə 70 olardı yaş. Əynində layka bir plaş, yenə deyirəm, dili pəltək, dəlilər tək danışığı var o yan bu yan. Dayan, dayan. Başa düşdüm ay Həsən, sən öldürdüyün deyəsən, o yaşlı arvad yaxın insandı, deyil yad o mənə. Boy. O mənim qaynanamdı. Oy reis, bağışla sən Allah məni sən. Ay nə bağışda zad Həsən, əcəb eləyib yetirmisən qətlə onu. Boy. Dayan üzündən öpüm qoy, bəri gəl. Bərək Allah, malades halaldır valla. Kişi sənsən, mən ölüm mərdsən ay Həsən. O köpəyi qızın qətlə yetirməsəydin, sən işin bitirməsəydin, onu mən öldürəcəydim, ocağın söndürəcəydim. Reis, o qaynanon səni belə bezdiribdir yəni. Ay Həsən, bezdirib də sözdür məgər, əlimə o düşsəydi əgər, mən onu parçalayardım, talayardım, tikə-tikə baltalayardım. Mənindir neynəmaxı? Səndə görmürəm günahı, get nə bilirsən şəhərdə et, dolan arxayın, arxayın, mən özüm olacam daydayın, bu həyatdan yaşa zövq al. Sağ ol reis. Salamat qal, salamat qal.